Biz həyatımızda heç vaxt Allahı unutmamalıyıq. Unutmaqdan məqsəd qəflət. Allahı daim xatırlamalıyıq. Yəni zikr. Mən zikr dedikdə məqsədim yalnız Subhanallah, Elhamdülillah demək deyil. Yəni harada olursan ol, Allah zehnində və qəlbində olsun. Hər an Allahı xatırla, hər an Allahı yad elə. Və hədislərdə var, çox çətin məsələlərdən biri buyurulur, o əməldir ki, insan daim Allahı xatırlayır. Bu çətin əməldir. Görərsən, danışmaq rahatdır, amma əməli çətindir. Ki, harada olursan ol, Allah yanından çıxmasın. Dünyanın o başında geyirsən, orada da müsəlmanlar yoxdur, heç kəs yoxdur, məsələn, orada da Allahı unutmursan, evdə də Allahı unutmursan, çöldə də Allahı unutmursan, tək qalanda da Allahı unutmursan, cəmiyyət içində də olanda Allahı unutmursan, çox mühüm məsələdir və çətindir biraz. Və hədislərdə var, Əli əleyhissalamdan da hədis buyurur, Allahı xatırlamaq, yəni adı biz belə deyil, zikr ki, bilgüz nədir? Bu zikr iki qismə bölünür. Biri müsibətlər müqabilindədir. Elə ki, müsibət sizə üz tutdu, bizə üz tutdu, biz gələk orada Allahı xatırlayaq, Allaha sığınaq. Hər şey əlimizdən çıxanda deyək ki, Allahımız ki var. İmam Hüseyin əleyhissalam deyirdi, ya Rəbbəl aləmin, səni tapan nə itirib? İndi mən də deyirəm, siz Allahı tapmışsınız, nə itirmişsiniz? İtirdikləriniz xırda məsələlərdir. Daim Allahı xatırlamaq. Və buyurdu arxasıcan Əli əleyhissalam ki, ikinci qismi də budur ki, insan haram müqabilində Allahı xatırlayır. İxlas, az. Xanım da elə ki, bir dənə haramla üzləşdi orada Allahı xatırlayır. Kişi də onun ki, hamımız. Bir dənə haram çıxdı qabağımıza, o an Allahı yadımıza salaq, Allahı yadımıza sala bilsək o haramdan qaçacaq, biləsiniz. Haramın böyüklüyü, kiçikliyini qoyun kənara. Məsələ budur ki, biz Allahı o an xatırlayaq. Xatırlaya bilsək xoş olsun bizim halımız. Çəkiləcək orandan. Və Əli əleyhissalam buyurdu, bu çətindir. İnsan haramın müqabilində Allahı xatırlayan müsibətdən çətindir. Müsibət ki, üzrədir, Allahı xatırlayırsınız, bundan çətin bax bu məsələdir. Gərək amma insan müsibətdə də Allahı unutmayır. Bir nəfər alim idi, Əbzai adlı bir alim idi. Deyir, mən getdim Misrə. Misrə çatdım, bir nəfəri gördüm. Gördüm, kordur, iflicdir. Bir dənə yaşlı bir kişidir, kordur və iflicdir. Amma baxdım, hey Allahı xatırlayır. O qədər Allahı zikr eləyir, Allahı yad eləyir. Deyir, mən yaxınlaşdım buna. Dedim, sən bu qədər Allah səndən, məsələn, gözünü alıb, iflitsən, amma nəyə məsələn həmd edirsən, maraqlıdır mənə. O cavab verdi ki, dedi, eşitirsən məni? Dedim, bəli, sən eşidirəm. Dedi, əgər Allah məni dənizdə belə qərq eləsə, Allah məni odda belə yandırsa, Allah dağı başıma uçursa, mən nə qədər şükür eləyirəmsə eləyim, azdır ki, azdır. Ondan sonra qayıtdı mənə ki, mənim gözlərim kördir, mənim oğlum namaz vaxtı, qulağı da kar idi. Namaz vaxtı gəldi, mənə xəbər çatdırır. Oğlum dünəndən yoxdur, bir dənə səndən xahiş edirəm, get gör mənim oğlum hardadır. Deyir, yaxşı. Deyir, durdum, çıxdım, axtardım bunun oğlun, gördüm bunun oğlun yırtıcı heyvanlar yiyib, didib, oğlun dünyasını dəyişib. Deyir, qayıtdım, gəldim, ağır idi mənə deyən bu insana ki, bu qədər müsibətlə üzləşib, deyim ki, oğlun da dünyasını dəyişib, amma daha məcburiyyət qarşısındaydım. Dedim, oğlun dünyasını dəyişdi, dedi, Elhamdülillahi Rabbil Alemin. Allah qəlbindən həsrəti çıxartdı. Həmd olsun Allah. Düzdür, ağladı. Adamın övladı dünyasını dəyişədə qəmlənə, amma Allahı unutmadı. Dedi, həmd olsun Allah. Hədislərdə var, Peyğəmbər buyurur, cənnət bağlarından birini gördünüz, fərtəu. Sürətlə gedin ora, tərk eləməyin. Dedilər, ya Rasulallah, nə cənnət bağı, hansı cənnətdən danışırsan? Dedi, oradakı Allah zikr olunur, ora cənnət bağıdır. Bura indi cənnətin bağıdır. Siz zikr edirsiniz də burada. Özümü demirəm, süzü deyirəm. Mənə qalsa ki, yox. Süzü ki deyirəm, zikr edirsiniz, buranı eləmişsiniz cənnət. Peyğəmbər də tövsiyə edir başqalarına, məsələn, gedin o cənnət. Cənnət elə bilirsiniz, cənnət orada olacaq. Elə burada da cənnət var da, bir İmam Sadiqin yanına gəlmişdi, bir dəfə demişdim o sizə. Dedi, ağa cənnət istəyirəm, dedi, cənnətdə səndə. Dedi, necə? Dedi, yanımda deyilsən. Sən nə istəyirsən ki? Mənim yanımda olmaq elə cənnətdir də. Yəni sən cənnətdəsən də. Allahı daim xatırla. Ola bilər bir insan çöldə bayırda Allahı xatırlayan və daxil olan məscidə Allahı unutur. Hədislərdə var, Peyğəmbər buyurur ki, əgər bir məsciddə 3 şey tərk olunsa, o məsciddə oturmağın özü ləğvdir, boş işdir. Dedilər, ya Rasulallah, nə məsələdir var?
Dedim, məscidə gəlir bir nəfər, məsələn, bir xanım gəlir, ya bir kişi gəlir, gəlib orada namaz qılmır, bu bir. Zikr eləmir, Allah'ı xatırlamır, iki. Elmi söhbət də yoxdur, bu üç. Onların işi ləğvdir. Oturur, boş-boş söhbət eləyirsə bir nəfər, məsələn, bizlərdən uzaq olsun, sizlər ki, belə deyilsiniz, xanımlarımız belə deyil. Məscidə gəlib, oturub, boş-boş söhbət eləyir, deyir, o ləğv iş görür. Boş-boş oturub orada. Yəni, bunun əcri yoxdur. Məscidə gəlib, məsələn, filan kəsin ailəsində nə müşkülü olur, onu istəyir, elə danışsın, filan kəs eşitsin, filan kəs danışsın, bu eşitsin, bir xeyri də yoxdur. Bir var, xeyri ola, buna danışırlar, bu gedir, neysə eləyəcək, bir məsələ düzələcək, onunla işim yoxdur. Amma oturub, hey maraqlanır, filan kəsin ailəsi nə oldu, filan kəsin belə məsələsi nə oldu, oturub bu boş söhbətləri eləyir, ləğv işdir. Gəlimisən məscidə, 5 dəqiqə qabaq çatmısan, neysə öyrən. Əlini al, Quran, dua elə, zikr elə. Yanında kimsə nə məsələ bilir, ondan soruş. Quran oxuya bilmirsən, bir dənə hərif dinən yanında oturana. İndi də vaxtında yoxdur, Quran dərsinə gələsən, məsələn, ola bilər də işləyirsən. Bir dənə dinən mənə bir dənə hərif öyrət. Bir hərif sənə öyrətin, çıx get. O anlarda. Bu belə mütəmadi olsa, siz neçə günə Quran öyrənərsiniz? Da tez müddət. Bir dənə zikr öyrən. Bir dənə dua öyrən. Qəza namazları qıl. Otur qəza namazları, bismillah, var da məsələn, indi kimdə olubsun, yoxdur, işim yoxdur. İstər xanım, istər kişi. Əgər bunlar olmasa, məscidin özündə oturmaq ləğvdir. Daim Allah'ı xatırla, daim Allah'ı unutma. Qəlbivin keşiyində dur, Allah'tan qıraq, nə istəyir daxil olsun sənin bu əzəmətli qəlbivə buraxma. Arıları görmüsünüz, arılar ki, pətəyə yaxınlaşır, bal gətirir, şirə gətirirlər. Allah elə qurub ki, orada bir dənə neçə dənə arı var, dayanır o arı, baxır güdür. Kim ki ağzında neysə gətirib, şirə gətirib, Allah bunu belə qurban mənim sözlərimdir. Onu buraxır içəri. Kim ki hansı arı ki gedib, pis gülün üstündə oturub, neysə pis neysə gətirib, ona baxırlar, buraxmırlar, qovurlar. Arıdan da neysə öyrənə bilərik biz. Allah orada hikmət qoyub da bizi üçün. Yəni qəlbivin keşiyində dur. Diyan qəlbivin qapısının ağzında Allah'tan qıraq nə girib nə qoymur. Daxil olma. Mən sənə icazə vermirəm. Bura Allah'ın evidir. Sənin burada nə işin var? Bura mənə sorulsal edəcəklər Allah'ın evi. O arı ki, diyanır qapının ağzında şirə olan arıları buraxır. O arının adına deyirlər ərəblər Yəsub. Bu da sənin üçün deyir. Əli əleyhissalam üçün hədis var. Əliyyun Yəsubuddin. Əli dinin Yəsubudur. Nədir mənası? Dayanacaq cənnətin qapısının ağzında. Kimin ki ağzında o şirə var, vilayət var, deyəcək bismillah gir içəri. Kimdə ki vilayət yoxdur, deyəcək dayan. Yəsubuddin. Şirə həmən vilayətdir. Ki vilayəti götürürsən özünü aparırsan qapıyı. Sənə deyəcək daxil ol. Amma adam da olacaq deyəcək yox. Səndən daxil ol. Heç vaxt unutmayın. Böyük alimlərin, əxlaq ustadların tövsiyəsini istəyirsiniz, belə buyururlar bizə ki, daim Allah'ı xatırlayın. Daim. Ayətullah Mərəşin Nəcəfi olduqca böyük alimdir. Bəzilərimiz eşitmişsiniz, bəzilərimiz gedib qəbrin qumdadır, ziyarət eləmişsiniz. O insan, o şəxsiyyət nəsiyyət eləmişdi ki, ölməmişdən qabaq. Demişdi, mənim bir dənə cənamazım var, 70 ildir o cənamazın üstündə gecə namazı qılıram. Onu məndən dəfn edirsiniz. Bir dənə böyük kitabxana düzəldib, çox İslam'a xidmət edib. O kitabxanada bəziləriniz olmuşsunuz. Amma özü həccdə olmayıb, bu alim, müctəhid olmayıb. Ona görə bəzilər ki, gedir həccə, gedib təvaf eləyəndə bir dənə də o ustadın, o alimin əvəzində 7 dəfə Kəbəni fırlanır ki, ağanın boynumuzda haqqı var. Bu şəxs, bir kəlmədə qoy deyim sənə bunun haqqında, Arif billah idi ya, böyük adam idi ya. Bu şəxs deyir, bir gün anam mənə qayıtdı ki, get, atovu çağır gəlsin yemək ye. Dedi, ana oldu gözüm üstə, xoş olsun o oğlun halına ki, anası söz deyəni deyir gözüm üstə. Anasının qəlbini qırmır, xoş olsun o oğlun halına, o qızın halına. Durdu, gəldi, baxdı, gördü, ata yatıb. Üzün qaldırdı, dedi, ya Rəbbəl aləmin, bu yandan anam deyir, atanın durquz, çağır yeməyə. Bu yandan da bu yatıb, ananın sözündən çıxın, atanı narahat eləyir. Heç birini eləmirəm. Əyildi, gəldi, qoydu ağzın atanın ayaqlarını. Öpdü, bunun öpməyinə ata oyandı. Dedi, oğul sənsən? Dedi, bəli. Dedi, oğul,
Allah səni əhl-i beytə xidmətçilərdən qərar versin. Bu mərəşi deyirdi ki, o duadır ki, mən xidmətçi oldum. Tanıdın bunu? Bu deyir ki, evdən çıxanda dərsə ki gedirdi, dərsdən qaydırdı evə, həmişə evdən çıxanda deyərdi, Qul əudu bi Rabbin nas, o Nas surəsi, qaydınlı Fələq surəsi oxuyardı. Gələndə də qaydın. Deyirlər, ağa nə məsələdir? Deyirdi, mən qorxuram, evdən imandan çıxam, Allahı xatırlaya, amma evə qaydanda imanım əlimdən çıxsın. Daim istəyirəm Allahı xatırlayır, daim. Çünki axır zaman hədislərindəndir. Bəzi insanlar evdən mömin çıxar sübh, axşam evə qaydanda kafir qaydar. Bu dövrün hədisləri. İmanın satar, qaydar gələrək oturar evdə. Bu deyir, hər an mən dua edirdim. Amma zikr eləyəndə də çalış, qəlbinlə zikr elə Allahı, vücudunla dinən. Hey, hərflər olmasın, sözlər olmasın, vücudunla dinən. Məsələn, Subhanallah. Bir dənə bu zikri deyə bilsin vücudla. Əli əleyhissalam deyir, kim bir dənə Subhanallah desə, bir dənə Subhanallah desə. Nə qədər Allah mələk yaradıb, hamısı, milyardlarla mələk var, hamısı yığışar bir yerə, deyər Allahın salamı olsun sənə, salavat göndərərlər ona. Bilirsən, o qədər mələyin duası nə deməkdir? Hədislərdə var, mələyin duası rədd olmur. Eləyə bir söz, mələk üçün dua eləsin, xoş olsun hamısı. Mələk dua eləsə rədd olmur. Yollarından biri də budur, başqasının dua elə, onda mələk sənə dua eləyəcək. Düsturunu da deyirəm sizə. Xanım ki, başını qoyur səcdəyə, dua eləyəndə rəfiqəsini eləsin, Allah hidayət elə, süz də o cürünə. Onda mələklər süz dua eləyəcək. Mələyin də duası rədd olunur. Ayətullah Şüştəri deyərdi, böyük alimdir. Deyərdi, ey kaş ömrümüzdə bir dənə nə olaydı, bir dəfə la ilahə illallah həqiqətən deyəydik. Bunu deyir, böyük alimdir ya bu. Kiçik alimdir. Kiçik alimdir. İmam Hüseyin əleyhissalamın kəraməti olub bunun haqqında. Dedi, zikr müsibət deyirdim, gördüm, deyə bilmirdim. Dedim, ağa, mən əli kitabdan oxuyuram. Moizə çıxıb eləyirdim, deyir, kitaba baxıram, yoruluram belə. Biraz hafizədə neysə var idi bilməm. Yuxu gördü ki, gəlir xeyməyə tərəf. İmam Hüseyin əleyhissalam xeymədə oturub. Həbib ibn Məzahir də xeymədə oturub. Həbib ibn Məzahirə dedi ki, qonağımıza su yoxdur xeymədə. Amma orada neysə var idi, ver ona biraz yesin. O deyir, onu yiyən yedim, ondan sonra mən daha aləm açıldı. Bu özü deyirdi ki, mən zikri müsibət deyəndə Allah çəkirdi gözümdən, pərdələrə elə bir baxırdım Kərbəlaya. Baxırdım, danışırdım cəmaata. Böyük məsələdir. Əli Əkbərin müsibətinə baxır danışırsın. Əli Əsğərin müsibətinə baxır danışırsın. Aləm deyirdi məclisdə bir-birinə. İsa Peyğəmbər gəldi, şeytan istədi müdaxilə eləsin ona. Dedi, sən adam dirildirsən, sənin aton yoxdur. Sən xəstəyə şəfa verirsən, elə sən Allahsın. İsa baxdı buna, şeytanın himmətinə baxa, maraqlıdır. Şeytan İsa'dan əl çəkmir, səndən məndən əl çəkər. Yəni, bu dərsdir ya bizə. O İsa'dan əl çəkməyən şeytan, sən məndən əl çəkəcək, ölənə icən əl çəkir. Son nəfəsləri icən. Deyir, gəldi, durdu bunun qabağında, deyir, sən elə Allahsın. İsa baxdı buna, dedi, Subhanallah. Şeytan qaçdı. Qaçanda da bir söz dedi. Dedi, harada ki bu zikir var, mən orada yox. Harada ki bu zikir oldu, mən daxillanmıram. Qəlblə. Qəlbi təmizləyir insan. Həqiqətən deyir, Subhanallah. Hədislərdə var, Peyğəmbər buyurur, 2 nəfər durar, namaz qılar, 2 nəfər. İkisi də eyni rükü, ikisi də eyni səcdə, amma bunların ikisinin namazının arasında yer-göy fasilə fərqi var. İkisi də yanbayan durub qılır, bunun namazlara deyir, o birisinin namazlara. Çünki bu qəlblə qılır, o elə sözləridir. Asta-asta çalışağın keyfiyyətə fikir verir, keyfiyyətli ibadətlər edir, keyfiyyətli namazlar qılalım.